Salam, hörmətli əməkdaşlar. Bu videoda müəssisə əməkdaşlarının, kabinetlərin və şöbələrin öz qalxılarını sistemə əlavə eləməyini göstərəcəm. Əvvəlcə ambasador qeydlərə daxil oluruq. Burada poliklinika modulunu seçirik. Növbəti pəncərədə burada əməkdaş olduğumuz kabinetin həkimin adını seçirik. Burada daxil oluruq. Deyək ki, bu həkimdir. Şifrə yerində olan yazını silirik. Yəni boş qalır. Otaq nömrəsi yerinə 1 yazırıq. Daxil olun düyməsinə klik edirik. Daxil olduqdan sonra cari tarixdə pasientlərin siyahısını görürük. Burada həkim bəzi pasientlərin müraciətini təsdiq edib, bəzilərini təsdiq eləməyib. Ona görə də biz burada hamısını seçirik ki, bütün pasientləri görək. Bu hissəni etdikdən sonra əməliyyatlar düyməsinə klik edib, anbar təqib və şöbə sitəyə daxil oluruq. Daxil olduqdan sonra burada cari tarixdə kabinetin qalıqlarını görürük. Deyək ki, bu kabinet olsun, boş kabinet olsun ki, biz qalıq mədaxil eləyəcəyik, ona görə boş kabinet olsun. Qırmızı hərflərlə yazılan kabinet adının altında şöbə qalıq siyahısı var. Buraya daxil oluruq. Daxil olduqdan sonra 20.200 vəsait var burada hazırda. Bu sayı artıb azala bilər. Bu vəsaitlərin içindən əlimizdə olan vəsaitləri seçirik. Məsəl üçün natri xlor. Mən başdan 5 dənə hərfi sürətli axtarış yerinə yazıb enteri vursam, natri ilə bağlı bütün vəsaitlər burada çeşidlənəcək. 112 çeşiddə natri ilə bağlı vəsaitlər var. Mən əlimdə olanları seçirəm. Deyək ki, natrium xlorid digər səhifəyə baxıram. 400 ml-dən mənə lazımdır. 9%-likdən. Baxıram ki, flakonlandır. Ölçü vahidlərinə fikir vermək lazımdır. Həm vəsaitin 200 ml-si var, millilitrləndir. Mən bunun flakonlu olanı seçirəm. Miqdarını yazıram. Seçdikdən sonra vəsaitin üzərinə flakon miqdarını yazıram. 65 ədəd. Son sifət tarixi yazmıram. Qiymət yerinə yazıram 0. Əgər qiymətsiz şəkildə daxil olunursa, qiymət yerinə 0 yazmış olurum. Proqram adını seçirəm. Ümprofilli dərman. Müxtəlif proqram adı ilə vəsaitlər sizə verilir. Proqram adı burada ümprofilli dərman seçilir. Əgər dərmanca ləvazimatsa, ümprofilli ləvazimat seçilir. Yadda saxlanıb basdıqdan sonra keçirəm ikinci vəsaiti yazıram. Deyək ki, mənə lazımdır burada morfin. Yazdıqdan sonra 4 hərfini, ampula ilə morfini seçirəm. Baxıram ki, mənim əlimdə var 23 ampula. Qiymət yerinə 0 yazıram. Proqram adını seçirəm. Narkotik psixotrop dərman. Yadda saxlanıb basıram. Sonra isə bir dənə də vəsait sərfiyyatdan daxil edirəm. Burada ölçü vahidlərinə fikir vermək lazımdır. Qramla olanı yox, mən ədədlə olanı seçirəm. Miqdar yerinə də yazıram 100 ədəd. Son sifət tarixi yazmıram, qiymət yerinə 0 yazıram. Proqram adı seçirəm, profilli ləvazimat. Yəni, ən çox istifadə olunan vəsaitlər ümprofilli ləvazimat, ümprofilli dərman və narkotik psixotrop dərman adlı proqram adıdır. Bu üç proqram adından istifadə olunur. Əgər məhsul səhv yazmısınızsa, deyək ki, bu natrium xloridi səhv yazmısınızsa, seçirsiniz buradan, məhsul sil yazının üzərinə bassanız, həm vəsaiti silirsiniz. Yenidən burada natri yazıb, həmin vəsaiti əlavə edə bilərsiniz. Deyək ki, 65 dənə yox, 68 dənə var imiş. Qiymət yeri 0-dır. Proqram adı da ümprofilli dərmandır. Qalıqlar sistemə daxil olunduqdan sonra balaca X düyməsi ilə çıxılır. Bunu basmağa ehtiyac yoxdur. Siyahı gətirin üzərinə klik edirsiniz. Baxırsınız ki, əlinizdə nə vəsaitlər var. Buradan çap edə basıb PDF-in üzərinə gəlsəniz, nə vəsait əlavə eləmişsiniz, hamısı burada görsənmiş olacaq. Cari tərəfdə əlinizdə olan vəsaitlər bunlardır. Yaxşımı? Çap et düyməsinə basıb PDF-in üzərinə bassanız, cari tərəfdə əlavə etdiyiniz vəsaitləri görürsünüz. Vəssalam. Şöbə qalıq siyahısından vəsait əldə etmək bu qədər asandır.